Nizam bəy, bəs çox maraqlıdır bu ki, insan dəyişmək istəsə, tək qalmaq istəmir, dəyişmək istəyir. İlk addımı nə etməlidir? Çox üzr istəyirəm, insan tək də qala bilər. Yalnızdır deyə yox. Toksik bir ikililikdənsə tək də qala bilər. Amma onun da sağlam formaları var. Bir var təkəbbürdən tək qalırsan. Bir var insanlarla ünsiyyət qura bilməməyi. Yəni təkəbbürdən tək qalmaq buna deyirik də. İllərlə elçi çıxıb da heç kəsi bəyənmir, burnu havalardadır və yaxud da xanım göstərirlər. Yəni Allah bu kimdir? Bəli. Onları bəyənmir. Təklik bu onun təkəbbürüdür hansı ki. Bəli, o tamam başqa təklikdir. Bir də var şəxsi inkişafda və yaxud da həyatının bir dövrüdür ki, həmin dövrdə tək qalmaq istəyir. Onun tək qalmasına problem yoxdur. Deyək ki, 6 ay, 1 il, 2 il bəli özünü dəyişmək istəyir, yoxsa özünü inkişaf etdirmək istəyir, daha da sağlamlaşdırmaq istəyir, 1 il öz sağlamlığına vaxt ayırmaq istəyir və yaxud kitab yazacaqdır, başqa şey yaradıcıdır, musiqi yaradacaq, rəsm yaradacaq. Onun tək qalmağa problem sayılmır. Yəni özünü tanımağa ayırdığı vaxt hesab olunur bu. Yaxşı, bu olduğu vəziyyəti indi dəyişmək istəyir, daha yaxşı eləmək istəyir. Yəni ilk nədən başlamalıdır? Neynəsin? Güzgüyə baxsın, nə desin? Həyatdan nə istədiyini anlasa daha yaxşı olar. İlk növbədə öz xüsusiyyətlərinin necə formalaşmasına baxmalıdır. Xüsusiyyətlərinin necə formalaşmasına? Misal bir insan mənə gəlir deyir ki, subaylıq sultanlıqdır. Deyirəm, bunu sənə kim deyib? Deyir, şəxsi fikrimdir. Deyirəm, bomba kimi. Deyirəm, şəxsi fikrinin necə formalaşdığını mənə izah edə bilərsən. Düşünür. Sonra yadına salır ki, bunun dayısının arvadı dəhşət bir qadın idi. Dayısının başında toy açıb. Və uşaq vaxtından bunun dayısı durmadan məclislərdə, indi o qadın olmadığı yerdə də qorxusundan, yəni qorxmadan deyə biləcəyi yerlərdə deyib ki, subaylıq sultanlıqdır. Subaylıq sultanlıqdır. Misal üçün. Və ya o biri dayısı çıxıb gedib ananı, atanı, bütün ailəni atıb gedib Moskvada kef eləməyə. Dırnaq arası və müvəqqəti kefdə, onun axırı da var. Yəni bəlli olanlar bilir necə olur. Gedib kef eləməyə. O dayı da oradan arası deyilmiş ki, subaylıq sultanlıqdır. Bu məsələnin əslini, aslarını görmədən, əsl aslar deyirlər, yoxsa nə deyirlər o? Əslini görmədən qayıdır o fikri hopub buna. Və elə bilir ki, bu onun öz düşüncəsidir. Deyirəm ki, danışaq görək, subaylıq sultanlıqdır, yoxsa yox. Tamam, indi bu mənə pis evlilikləri göstərib deyə bilər ki, subaylıq daha yaxşıdır, mən razılaşaram. Mən də buna daha yaxşı evlilikləri göstərə bilərəm. Yəni fərqli və yaxud da pis yaşayan subayı göstərə bilərəm, şahlar kimi yaşayan subayı da göstərə bilərəm. Yəni orada minlərlə faktor hərəsi, yəni mövzunu və ab-havanı dəyişir və bu şəkildə biz baxmalıyıq ki, insanın öz fikri hardan formalaşıb. Bu əslində inancı gedir. Bəli, əlbəttə. İnanclarını sorğulamalıdır. Tamamilə doğrudur. Yəni fikir deyəndə həm də inanclar, o ayarlar da deyirik. Biz o ustanovki, yəni onlar hardan formalaşıbdı? Bax sən belə düşünürsən. Necə oldu ki, sən belə düşünürsən? Hansı qənaətə əsasən? Bəlkə sən səhvən gəlmisən bir qənaətə. Bəlkə sənin ailəndə bu belə görülüb, belə deyilib, eşidilib. Bəlkə dünya bundan ibarət deyil. Və mən onu sorğuluyuram və insanlar da bu şəkildə həm sorğulamalı ki, necə müəyyən bir fikrə gəlir. Məsələn, tək yaşayan insan baxmalı ki, niyə tək yaşayır? Bu onu narahat etmirsə, tamam, problem deyil. İndi mənə problemdir deyən müraciət edirlər. Amma bu onu narahat edirsə, baxmalıyıq ki, necə oldu ki, bu insanlarla ünsiyyəti qaydasındadırmı? İnsanlarla münasibət qura bilmə bacarığı varmı? İnsanlara özünü ifadə edə bilirmi? Yaxınlıqdan, yəni belə deyək də, doğmalıqdan qorxmur ki, doğmalığı, ünsiyyəti, səmimiyyəti travma kimi qəbul etmir ki, ora gedib çıxanda artıq qabağımızda bir insan oturub ağlayır. Ağlayır. Bəli, çünki cəmiyyətə başqalarına taxdığı maskanı konstitusiyada o çıxartmalıdır ki, özü ola bilsin. Yenə də sonda təkliyinə qayıda bilər, problem deyil. Amma ən azı özü ilə dürüst olsun. Tanısın, dürüst olsun. Özündən dürüst olsun. Bəli. Çox çətin mövzudur əslində insanın özü-özündən dürüst olması. Bəli.